Azərbaycan mədəniyyətinin istehsal etdiyi bu məhsulların məzmunu, süjet xətti, səviyyəsi bugün qənaətbəxş sayıla bilərmi? Peşəkarlar, mütəxəssislər bu barədə nə düşünürlər? Ərsəyə gələn və topluma təqdim olunan bu mədəni məhsulların məsuliyyətini kimlər daşıyır? Bu məsuliyyəti daşıyanlar bu məsuliyyətin öhdəsindən layiqincə gələ bilirlərmi? Əlbəttə ki, bu suallara cavab axtarmazdan öncə ənənəmizə sadiq olaraq mən proqramımıza dəvət etdiyimiz çox dəyərli peşəkarları, mütəxəssisləri, ziyalıları sizlərə təqdim etmək istəyirəm. Beləliklə, Millət vəkili Qərrə Paşayeva, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Füzuli Hüseynov. Buyurun. Tanınmış yazıcı, dramaturg, kinosenarist Əmir Pəhləvan. Və daha bir nüfuzlu, hörmətli qonağımız, xalq artisti, sənətşünaslıq doktoru, professor, Avropanın Elm və Mədəniyyət xadimi, Bakı Bələdiyyə Teatrının bədrəhbəri və direktoru Amaliya Pənahova. Tanınmış jurnalist, araşdırmacı Nigar İsmail qızı. Daha bir tanınmış aktyorumuz Məhəmməd Verdiyev. Və həmçinin qeyd etmək istəyirəm ki, Odlar Yurdu Universitetinin tələbələri, gənclər hazırda bizim studiyamızdadır və müzakirənin gedişini onlar da izləyəcəklər. Hər vaxtınız xeyir olsun, xoş gəlmişsiniz. Sizlərə sual ünvanlamazdan öncə xatırlatmaq istəyirəm ki, Seçim Tokşosunun əməkdaşları qeyd olunan mövzu bugün Azərbaycanın kino məkanındakı durumla bağlı bir süjet hazırlayıblar. Mən istərdim sizlərlə bərabər həmin süjeti qısaca izləyək və sonra sizlərlə sözü gedən mövzunun müzakirəsinə davam edək. Ayşəma, bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib. Moldovan qızları var, başqa şey. Atdı mənə qalıyım, bu düzəlməyib. Deşikləyəcəm səni. İndi ölkənin ziyalı təbəqəsini bir sual düşündürür. Bu filmlər tarixdə qalacaqmı? Son 5 ildə çəkilən yerli filmlərin böyük qisminin sənətə qətiyyən aidiyyatı yoxdur. Bu filmləri çəkənlərin sanki bir məqsədi var. O da milli kinematografımızı əbədi olaraq bayağılıq qəbristanlığında bastırmaq. Üç şey əsasdır hər yaxşı kino üçün. Birinci ssenari, ikinci ssenari, üçüncü də ssenari. Axı təbii ki, əgər peşəkar bunu yazmırsa, orada söyüşlər də olur, orada jargonlar da olur. Bilirsiniz, bizdə axı bu məktəb hələ var və insanlar hələ yaşayırlar bizim aramızda. Niyə görə onlardan istifadə eləməyib? Gedirsiniz, hansısa celendanta verirsiniz və o da yazdığı nə olacaq? Yazdığı da belə olur. Hamımızın sevimlisi, şən və xeyirxah insanları təcəssüm edən, eyni zamanda cəmiyyətə tənqid bucağından baxan Yol əhvalatı, Ulduz, Qaynana kimi filmlərdən fərqli olaraq bugünkü dırnaqarası yumoristik ekran işləri cəmiyyətə bayağılıqdan başqa bir şey bəxş etmir. Bayağı filmlər, hansılarda ki, mənəviyyat pozulur, məntiq yox, dramaturgiya ibtidai sinif səviyyəsindədir. Aktyorlar məktəbsiz, peşəkar olan yoxdur. Yalnız təlhəklik, yalnız belə ucuz adamları güldürmək və əyləndirmək məqsədi qoyan adamlar yığışır, nəsə güya film yaradırlar. Bəli, biz sizlərə bərabər izlədik. Əslində mənim sizlərə ünvanlaya biləcəyim suallar hamısı göstərilən, seyr edilən bu süjetdə cavab da var idi, elə sualların özləri də orada ifadə olunubdu. Ona görə də mən sual vermədən sözü sizlərə vermək istəyirəm. İlk öncə istərdim ki, Amaliya xanımdan başlayaq. Əlindədən kənara çıxaraq, oponentlərimizdən biraz istiqamətli ekspertlərimizə yönəldərək istərdim xalq artisti Amaliya Pənahovaya üst tutaq ki, Amaliya xanım, bugün niyə bizim Ulduz, Qaynana, 7 oğul istərəm, Alma Albaya bənzər və yaxud da digər hansı ki o filmlərlə biz böyümüşük? Nə olub bugün Azərbaycan kinosunda, niyə bu kimi filmlər bugün ortaya çıxarılmır? Təşəkkür edirəm. Nəhayət ki, belə bir mövzu müzakirə səbəbi olur. Çünki bu gərək bir neçə il bundan əvvəl yenicə başlananda bu mövzular daim ekranlarda səslənsəydi,
bəlkə də bugün biz gəlib bu vəziyyətə çatmazdıq. Çünki orada söylənilən kimi bayağılıq, klounada, səviyyəsizlik, istedadsızlıq, kim pulu hardan tapırsa, kimdən tapırsa, kim tapırsa çəkirəm, mən rejissoram, mən ssenaristəm, mən aktyoram. Onda institut nə üçündür? Universitetləri bağlayaq gəlin. Gəlin elə küçədə kim pul tapırsa, gəlsin filmdə çəksin, özü də oynasın. Rusların bir verilişi var, samsi bir rejissor. Çox səviyyəli bir verilişdir. Baxmayaraq ki, uşaqlar da çəkilir və adicə ailədə çəkirlər. Yəni, o səviyyəyə geçsin. Bilirsiniz, bütün bu problemlər mənə elə gəlir ki, maliyyə söykənir. Teşekkür ederim. Teşekkür ederim. Füzuli müəllim, buyurun. Bugün kinoda baş verən böhranın səbəbini qısaca necə şərh edirsiniz? Nə ilə əlaqələndirirsiniz? Mətanət xanım, onun qısaca deyilməsi mümkün deyil. Təbii ki, bir proqram boyu müzakirə vaxt çatmaz. Süjetinizdə konkret olaraq bu sahələrin hamısına müəyyən bir nöqtə qoyuldu. Amma mən bir şeylə razı deyiləm ki, hələ zalımızda əyləşən gənclərdən soruşaq. Müasir kinonu onlar bəyənirlərmi? Bəlkə zövqlər dəyişilib, bəlkə belə lazımdır. Elə buradaca soruşaq. Gənclərə müraciət edək. Bugün müasir kinonu bəyənirsinizmi? Sizi qane edirmi? Çox şükür. Amma bəs bu filmlərə kim baxır? Bu adamlar bunu nümayiş etdirir. Bu filmlərə kim baxır? Hamı soruşanda mən baxmıram deyir. Amma kim baxır onda onlara? Hər halda sizin kameralarınız gedib o filmlərin nümayiş olunduğu məkanların qarşısında və ya məkanların içərisində çəkiliş etdirsəydi, görəcəydiniz ki, onlara baxanların əksəriyyəti ilə gənclərimizdir. Əvvəlki kinolarımızda olsaydı, indi əvvəlki kinomuz həyatda yoxdur. Yox səviyyəsindədir. İndi bu kinoları çəkdiyə görə biz də məcbur olur bu kinolara baxarıq. Çünki o biz kinolara hamısına baxmışıq. Məcbur olub baxırsınız. Zövqlər korlanır. Zövqlərin korlanmasına insanları məcbur. Mən açıqcası bu bəhanəni qəbul eləmirəm. Çünki o filmlərə onlardan əvvəl biz də baxmışdıq və yeni bir şeylər yoxdursa, dünya kinosunda baxmağa yeni bir şeylər var sənət anlamında və heç kəsi nəyəsə məcburən baxmağa məcbur edə bilməz. Ona baxmayın, oturun maraqlı bir kitab oxuyun, əsər oxuyun. Vacib deyil ki, o zövqsüz əsərə baxmaq, bilirsiniz. O zövqsüz əsərə baxmaqla, mən arxasını gətirim, o zövqsüz əsərə gedib baxmaqla siz onlarla yeni zövqsüz filmin yaranmasına dəstək olursunuz. Təşəkkür edirəm. Bu tərəfi də var. Qəndirə xanım, axı bunlar bilmirlər mövzu nədən gedir və necə çəkilib. Yəni, pisi yaxşını Məhsula baxırlar onlar, nəticəyə baxırlar. Məcburən baxırlar onlar. Biletə pul verirlər, gəlib otururlar, yaxşı bir əsər görmək istəyirlər. Amma onun müqabilində bayağı səviyyəsiz bir, deyək ki, oyun Bilirsiniz, razıyam. Amma mən şəxsən o filmlərin rolikini 2 dəqiqə, 3 dəqiqə baxmaq yetərli olur ki, o əsərin nə vəziyyətdə olduğunu görə bilsin. Bu gənclərimiz o rolikləri görərək getməməlidir. Əmin müəllim, qeyd olundu ki, zövqlərimiz bir qədər korlanıbdır. Bu filmlər nəyin sayəsində yaranır? İnsanların zövqünə uyğun olaraq hazırlanır, yoxsa bugünkü senaristlər, rejissorların bilərəkdən hazırladığı məhsuldur ki, zövqləri bu istiqamətə yönləndirmək istəyirlər. Mən çox təəssüf eləyirəm ki, yaxın keçmişimizdə 1996-cı ildə fransız filmi ekranlara çıxıb. Çox təəssüf eləyirəm ki, həmin filmi efirə, mən demirəm qadağa qoyulub buraxmırlar, amma göstərmirlər. Yaxın keçmişimizdir bizim. Və yaxud da bizim çəkdiyimiz Qarabağ şikəstəsi filmi var. Qısa metrajlı bir filmdir. Yəni, bu didərginlik həyatından bəhs eləyir, qaçqınlıq həyatından bəhs eləyir və onu da bilirsiniz ki, yəni, bu cür mövzuya çox işləmişik, çox yazmışıq. Komizm materialı gətirmək, onu komizm materialına çevirmək, gülüş prizmasından baxmaq çox çətin məsələdir. Bu həm istedad tələb eləyir, həm cəsarət tələb eləyir. Yəni, bu cür böyük faciəni, Qarabağ faciəsini komik üslubda təqdim eləmək. Sovetlər İttifaqı iflasa uğrayandan sonra... Son 5-inə nəzər salaq, qısaca ekskursiya eləyək, son 5-inə. Və o filmlərdən sonra, belə deyək də, mən Azərbaycanda film istehsalı görmədim.
Teşekkür ederim. Daha bir hörmətli tanınmış aktyorumuz var burada. Məhəmməd Verdiyev. Məhəmməd müəllim, sizin də fikrinizi alaq. Buyurun. Əgər söhbət filmdən gedirsə, mənə elə gəldi ki, serial da burada var. Təbii ki, bugün TV efirlərdə Film yayınlanan ayrı, serial ayrı. Əgər seriala biz başlasaq müzakirəyə, serial bizim başımıza bir qaynar su kimi tökülüb. Mənə elə gəlir ki, bir çox janrlar kimi kinonun serial janrı deyək, belə bir termin yaradaq. O da bizə qıraqdan gəlib və biz də elə bilirik ki, bilmirik ki, qazanda nə pişir. Biz də onu deyirik ki, ver biz də yiyək. Serial tamamilə başqa bir şeydir və onu çəkən bizdə yoxdur. Serial bir başqa bir sistemdir. Amma bizim teleefirlərdə kifayət qədər teleseriallar yayımlanır. Yəni biz hər şeyi yamsılayırıq. Məzmun, motiv, süjet xətti. Mən çox dərinə getmirəm. Hər şeyi biz yamsılayırıq, amma çox pis formada. Yəni yaxşı seriallar var. Xarici telekanallarda, Amerika telekanallarında gözəl seriallar var. Hər serial, yox mən Rusiyanı da nəzərdə tutmuram. Hər serial ayrıca bir filmdir. Yəni sənət nöqteyi nəzərindən. Amma bizdə ancaq qazanc xatirinə. Burada bir həmkarım var, Nigar İsmail qızı. Araşdırmacı jurnalist Nigar İsmail qızı. Nigar xanım, buyurun sizi də dinləyək. Bir araşdırmacı kimi fikriniz nədən ibarətdir? Mən bir Azərbaycanlı gənc olaraq, yəni əslində ədəbiyyata sevgim demək olar ki, məhz Azərbaycan kinolarından başlayıb. Yəni bizim Cəbiş müəllim filminə baxanda orada bir müəllim obrazını, bir Azərbaycan ziyalısını görürük. Baxmayaraq ki, ailədə baş verən məişət problemlərinə baxmayaraq, müharibənin vurduğu ağır zərbələrə baxmayaraq, orada bizim Cəbiş müəllim heç bir zaman sabunu satmağa razı olmur. Yəni o sabunu son anda hazırlasa belə xanımının istəyi ilə, onun təşəbbüsü ilə o son ana qədər demək olar ki, sabunu satmır. Yəni o əskərlər üçün hədiyyə eləyir. Bu bir daha göstərir ki, Azərbaycan filmləri olub, var. Məncə bundan sonra da olacaq. Sadəcə bu müəyyən bir zamandır ki, belə deyək ki, bu müəyyən bir zamanda bu Azərbaycana vurulan əslində belə deyək ki, Azərbaycan kinosuna. Amma bu müəyyən zaman sanki biraz uzun çəkdi. Bəlkə də uzun narahat edir keçə bilər. Yəni keçmişdə varsa mütləq ki bir dönüş olacaq. Yəni bugünkü mən də bugün Azərbaycan filmlərini qəbul eləmirəm. Ümumiyyətlə Azərbaycan filmi məncə bugün bədii filmi yoxdur demək olar ki. Təşəkkür edirəm. Əslində mən də həmkarım kimi nikbinəm. Düşünürəm ki, mütləq ki bu problemlər aradan qalxacaq. Amma müzakirələrin məqsədi də odur ki, bu problemlərin aradan qalxması istiqamətində bizim ekspertlərimiz, qonaqlarımız nə düşünür? Ziyalılarımız nə düşünür? Bilirsiniz, mən bunun yeganə bir çıxış yolunu görürəm. Dövlət onun dəstəyi ilə çəkilən, yəni maliyyəsini dövlətin verdiyi film və teleseriallarda ən azı bu məsələyə çox ciddi şəkildə nəzarətin qoyulması. Yəni nəzarət hansı aspektdədir? Film həm sənət baxımından insanlara bir şey deməlidir, amma təkcə sənət baxımından deyil. O çəkildiyi, yaşandığı dövrlə də bağlı bir mesajları vermək lazımdır. Bax, bizim Cəbiş müəllimi vurğuladı Nigar xanım. Qədir xanım, yeri gəlmişkən, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə kifayət qədər bir xeyli sadə filmlər çəkilibdir. Amma bugün bir nəfəriniz varmı desin ki, həmin o filmlər çox yüksək səviyyədədir? Yenə onu gətirirəm ki, 2-ci Dünya Müharibəsi görün nə qədər ölməz film üçün əslində bir mövzu verdi. Bugün biz belə bir dövrdən keçirik. Bizim torpaqlarımız işğal altındadır və bu işğalla mübarizə gedir. Biz nə qədər qəhrəmanlar, şəhidlərimiz var. Bizim qəhrəmanımız var, 39 yaşındakı polkovnik. Bu adam hər zaman həyat yoldaşına, ki onun həyat yoldaşı Cəbraillidir, amma Cəbraili heç zaman görə bilməyib, hər zaman, hər bayramda bu sözləri deyirmiş. Sən gülü çiçəyi, yüngül bu hədiyyələri boş ver. Sənin həyat yoldaşın sənin üçün dünyanın ən qiymətli şeyini hədiyyə eləyəcək. Mən sənə Cəbrail torpağını hədiyyə eləyəcəm. Və Lələtəpənin işğaldan azad olunmasında və demək ki, bizim Cəbrailə gedən yolumuzun açılmasında Cocuq Mərcanlıda şəhid olan bir qəhrəman. Və onun həyat hekayəsi var. Anası deyir ki, hər cəbhədən gələndə zarafatla deyərdi ki, ana, düzünü də mənim beşiyimin başında Nəlail oxuyardım mənə. Belə, nədən bunların həyatı filmdə, teleserialda olmasın? Buraya Raquf Orucovun anım mərasimindən gəlirik. Kəndləri işğal olunanda anası şəhid olur. Gətirirlər anasını torpağa qoyurlar, dəfn edirlər. Bir neçə gün keçir, qırxını belə vermirlər, ora işğal olunur.
Və bu insan həyatına ön cəbhəyə bağlayaraq, bütün həyatı bir gün bəlkə o isti yorğan döşəkdə yatmadan, ön cəbhədə tək komandir yox, əskərlərə ata olaraq o qəhrəmanlıq zirvəsini yazan insanlardandır. Niyə yoxdur bu qəhrəmanlar? Ona görə də dövlət öz xəttindən hansı filmin pulunu dövlət verirsən, Bəli. hansı teleserialın ki, televiziyalara dəstək var bilirsiniz, Bəli. o teleseriallarla, o zaman öncülüyünü qoymalıdır. Bunun senarisi bu dövlətə, bu millətə, bu vətənə uyğun senari içərisində olacaq. Amma o qurumun mütləq nazirlik səviyyəsində olması mütləq deyil. Başqa səviyyədə Yəni ola bilər. professionallar yığılıb, Bəli, yəni bir qurum yaradıla qurum bilər. yaradıla bilər və bu Bəli, qurumda doğrudur. təmənnasız deyirəm, yəni məqsədsiz, mövqesiz bu Subyektivlik şeylərə olmadan. Bugün indi elə zamanədir ki, yəni görürsünüz ki, bir filmi çox böyük istedadla çəkən gənc ikinci filmə bir 5 il, 10 il gözləməlidir, artıq gəncliyi də çıxıb gedir. Təəssüflər olsun. Bizim böyük sənətkarlarımız elə Eldar Quliyevi götürək, Vaqif Mustafayevi götürək və ilaxır. Yəni o gənclərdən elə İslamzadə çox gözəl bir film, yəni qısa metrajlı bir film çəkib. Amma işsiz qalıblar bunlar. Halbuki Amerikada da bitirib bu öz təhsilini gəlib qayıdıb vətənə. Bilirsiniz, belə vəziyyətlər, bu nəzarət Qənirə xanım düz deyir, amma o nəzarət gərək elə olsun ki, o məqsədli olmasın. Baxın, biz bu proqramı hazırlayarkən mən çox tanınmış simalara zəng etdim. Azərpaşa Nimətov, Eldar Quliyev, Elxan Qasımov, həmçinin Oktay Mirqasımov. Amma mən onların çoxundan təəssüf ki, eyni cavabı eşitdim. Biz seriallara baxırıqmı ki, o nə seriallardır ki, biz onlara baxaq, hələ bir onun müzakirəsinə də gələk. O zaman kim nəzarət edəcək, Əmir müəllim? Kim nəzarət? Əgər bir peşəkar öz sahəsinə aid olan filmləri izləmirsə və onun haqqında buradan efirdən söz demək istəmirsə, bu sahəyə kim nəzarət edəcək? Bu nəzarət funksiyası çox, o rəhmətlik Səməndər Rzayev demişkən, çox qəliz məsələdir. İndi gəlib bu vəziyyətə çıxıbsa, bu olsa yaxşıdır. Bunun da indi bir şura yaratmaq lazımdır, bir nəsə bir heyət yaratmaq lazımdır. Yox, bilirsiniz, biz hər zaman müxtəlif məsələlərlə bağlı ictimai qınaqdan söz açırıq və bugün siz hamınız burada etiraf edirsiniz ki, Azərbaycan kinosu bugün böhran vəziyyətini yaşayır. Amma bu sahədə müəyyən formada bir ictimai qınaq formalaşıbmı? Varmı? İndi gəlin ictimai qınağın birini buradan səsləndirək. Mən deyirəm, bax bu filmlərin hamısına xarici şirkətlər yox, bizim şirkətlər dəstək olur, o pulu verir. Mən onlardan bax bu ekran vasitəsilə soruşmaq istəyirəm. Pulu verəndə nəyə verdiyinizə baxmırsınız? Niyə o pulu bir istedadlı insan, yaxşı rejissor, istedadlı senarist gətirəndə vermirsiniz də? Axı niyə bunlara verirsiniz? Həm pulunuzu verirsiniz, bilirsiniz, iki də pulunuzu millətin zövqünü zərərləyən, ideoloji heç bir şey verməyən şeyləri niyə verirsiniz? Bu məsələlərdə şəxsi münasibətlərdə rol oynayır. Çox qısa reseptini verin bunu, necə düzəltmək olar? Mən bir neçə yerdə demişəm və təkrar eləmək məcburiyyətindəyəm. Bu dediyimiz kimi bunlar alınmayacaq. Çox güman ki bir fond yaradılmalıdır. Adını kino fondu qoyun, kültür fondu qoyun, nə qoyursuz qoyun. Bilirsiniz ki, qanuni əsaslarla Qənirə xanım yaxşı bilir. Fondun bir şeyi istehsal edib satmaq hüququ yoxdur. Amma bir sahənin inkişafı üçün köməyi çox ola bilər, iyanələr yığa bilir. Bu iyanəni də dövlətimizi əziyyətə salmadan, hər çəkilən, satılan sigaret paçkasına 5 qəpik, hər satılan içki şüşəsinə, bu artıq Estoniyada, Pribaltikada bu şeylər var. 50 qəpik əlavə vergi qoyulur və həmən vergidə yığılır həmən fonda. O fondda da normal düşündüyümüz cəmiyyətin seçilib sayılan, televiziya sahəsində, kino sahəsində iqtisadiyyatını, mühasibatı yaxşı bilən bir balaca bir dəstə oturur və hər şey açıq olur. Biz hesablamışıq, təxminən bu ayda bir 10-15 milyona qədər pul eləyir. Bunun hesabına həm kinomuzu inkişaf elətdirə bilərik, həm teatrımızı inkişaf elətdirə bilərik. Çox yaxşı təklifdir. Qənirə xanım yaxşı bilir, teatr haqqında qanun qəbul olunub 2009-cu ildə. 2009-19-cu illər. Görün bir addım irəliyə varmı? O qanunu qəbul eləyəndə kimləri, hansı profesionalları ora dəvət elədilər?
Çünki qanunda bütün səlahiyyətlər direktora verilir. Direktor heç vaxt teatrın necə deyim, profesionallıq tərəfdən inkişafına rejissorların heç bir hüququ yoxdur. Yəni, ola bilməz bu. Ona görə bizdə oxumağa bir gənclər göndərilmir. Mənim dediyim şərait yaradılsa, 5 adamı çağırarsan, hərəsinə 50 min verərsən, deyərsən, gedin bir 15 dəqiqəli film çəkin gətirin. Sonra profesionallar yığışar, baxar, 10 nəfər, 5 nəfərin içindən biri çıxacaq. Onun haqqını verərsən, göndərərsən Gollivooda, Bollivooda, bilmirəm, Moskvaya, Türkiyəyə. Türkiyə necə inkişaf oldu? Məhəmməd müəllim, sizdən də bu suala cavab verməyizi istəyəcəm. Biz filmlərin ortaya çıxan məhsullardan danışırıq və bu ortaya çıxan məhsullarda ki obrazları canlandıran aktyorlardan da istərdim danışaq. Bugün bizim burada çox fəxrlə təqdim etdiyimiz, çox böyük şərəflə təqdim etdiyimiz qonaqlarımız var. Amalya xanım, Füzuli müəllim, Məhəmməd müəllim. Bugün bizim belə cəsarətlə, fəxrlə tarixdə qala biləcək aktyorlarımız var deyə bilirikmi Məhəmməd müəllim? İfaçılarımızla bağlı nə deyirsiniz? Bunlar da İncəsənət Universitetinin tələbələridir. Yəni məzunları daha doğrusu. Yox, əgər məzunlardan danışırıq. Çünki filmlərdə indi çox aktyor çəkilmir. Yəni başqa sənət adamları çəkilir. Biz onlara profesional, peşəkar aktyor deyə bilmərik. Axırıncı mən baxmaram da o. Yəni ayrı filmlər deyir, mən ona bilet də almaram, gedib baxmaram da. Amma reklamlardan görürəm ki, onlar heç aktyor təhsilləri də yoxdur. İndi biz kimdən danışaq? Təhsil görmüş aktyordan danışaq, yoxsa küçədən keçən aktyordan. Əgər təhsil görmüş aktyor olanda mən 10 il müəllim işləmişəm, aktyor sənəti müəllimi. Və mən deyə bilərəm ki, özlərinə də deyirəm, hamısı mənim tələbələrim indi, elə biri Füzuli müəllim. Onların özlərinə də deyirəm. İlk tələbəsi mən olmuşam. Onların özlərinə də deyirəm, yəni hansı aktyor, hansı bölgədən gəlibsə, o bölgənin şivəsi ilə də danışır. Təşəkkür eləyirəm. Bədbəxtçilik. Buradakı bizim sənətkarlara üzümü tutub deyirəm, hansı filmə çəkil? Birinci filmdə Məmməd Verdiyev mənim Babəkdə oğlumu oynayırdı. Ondan sonra filmə çəkilə bildi mi? Məcburiyyət qarşısında getdi Rusiyada çalışmağa. Bu bir tərəfi. Füzuli ən gözəl, ən qamətli, aktyorluğa lazım olan bütün nə desəniz, danışıq qabiliyyəti, istedadı, görkəmi, sırf Azərbaycan görkəmi, onun gəncliyindən çoxmu istifadə elədi bizim kinematograf? Və bugün də istifadə eləyirmi? Və o cümlədən mən burada Rafael Dadaşovu misal gətirə bilərəm. Mən burada bir çox sənətkarların adını çəkə bilərəm ki, onlardan istifadə elədilərmi? İstər indi və istər onların gəncliyindən. Günah kimdədir? Günah o ayrı seçkilikdə. Çünki bizim rejissorlarımız və bizim deməli sənətdə olan bəzi insanlar, bir çox insanlar, onlar sənəti yox, şəxsi münasibəti güdüblər. Mətanət xanım. Kimdən kimin xoşu gəlirsə onu çəkirdi, kimi kölgələyirdilərsə, yasaq eləyirdilər, ümumiyyətlə silirdilər onu siyahıdan. Bugün də bu belədir, dünən də belə olub və çox təəssüflər, qorxulu haldır ki, sabah da ola bilər bu iş. İstər qurum yaransın, yaranmasın. Orada mütləq kimsə kimisə dəstəkləyəcək, kiminsə oğludur, kiminsə qızıdır, kiminsə deyək ki, tanışıdır, qohumudur, çəkiləcək. Amalya xanım, bir tərəflər var. Belə real insanlar var. Bu sənət sayəsində bu problemlər deyəsən daha çoxdur, hə? Amalya xanım qeyd etdi. Həddindən artıq çoxdur. Mən düşünürəm ki, o qurumu elə yaratmaq lazımdır ki, orada bir adam rəhbər olmasın. İdarə heyəti. Çoxluq idarə. Və açıq olsun. Çoxluğun idarə etdiyi bir qurum olanda daha effektli olacaq. Çünki sənət, kino və teatr elə bir yerdir ki, orada sözün həqiqi mənasında öndə sənət və sənətkar olmalıdır. Üzr istəyirəm sizdən. Bayaq çox gözəl qeyd elədi Qənərə xanım. Müharibədə əlak olan qəhrəmanlarım o qədər var ki, yəni bizim millətin mövzu axtarmağa ehtiyacı yoxdur. Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Hara əl atsan, heç tariximizdə də. Zorla cəlb olmuş müharibədə bizim itirdiyimiz yüzlərlə, minlərlə qəhrəman oğullarımız var. Az öncə Qənərə xanım da qeyd etdi. Bugün
çoxlu sayda filmlər, bədii filmlər, komediyalar, teleseriallar çəkilir. Qəbul etsək də, etməsək də bunlar var. Bəli. Amma bunlarda Azərbaycanın bugün müharibə şəraitində yaşaması, Azərbaycanın bugün nə qədər şəhid verməsi, Azərbaycan qadının, Azərbaycan anasının o müharibədə nələr çəkdiyini, Azərbaycan oğullarının necə şəhidliyə ucalması bunlar öz əksini Elə də tapmır. torpaqlarımızın tarixi barədə də yoxdur heç bir şey. Ortaya çıxan bir şey yoxdur. Dədə Qorqud səviyyəsində film yoxdur. Yoxdur film. Bax, mən sizə deyim. Mən sizə deyim. Misal üçün. Misal üçün. Bir dəqiqə. Bax, misal üçün. Düzün onda reyting olmayacaq. Sən dedin Reytingi boş ver. Reyting deyilən şey yox. Olan ortaya atılmış bir şey. Buyurun Füzuli müəllim. Toplumu reytinga qurban vermək olmaz. Ayso, mən sizə deyim. Millət reytinga qurban Telekanallar verilməz. götürmür qərar. Azərbaycan qadınının Götürmürlər. bir dəqiqə, Azərbaycan qadınının obrazının yaradılması üçün bizə heç bir şey, əlavə şeylər düşünmək lazım deyil. Bəli. Əhməd Cavadın həyat yoldaşı Şükriyə xanımın sürgünə getdiyi anı serial kimi bir 10 serialıq çəkib ortaya qoysaq, o zaman insanlar tamam ayrıcı düşünəcəklər. Deyirlər ki, yox, indi insanlar komediya istəyir, istəsin, o da olsun, amma yanında bu da olsun. Bizim seçim yerimiz olsun. Yəni Şükriyə xanım namusunu qorumaqdan ötürü gecələr barmağını deşib, qanını içib. Ki özünü kiməsə satmasın. Əhməd Cavadın namusunu qorusun. Mən bilirsiniz, Məhəmməd müəllim, siz dediniz, mən o məsələdə razı deyiləm. Mən artıq neçənci dəfə baxdığımı bilmirəm. Amma Yahudilər çəkdiyi piyanist film var, pianoçu. Pianoçu Şpilmanın həyatıdır. Mən bu günləri də o filmə baxıram, o ağrı məndən uzaqdadır. Baxın, mən üzr istəyirəm. Yenə dediniz ki, drama baxılmır. Baxılır. Yox, siz biz öz filmlərimizdən mən öz filmimizdə də deyirəm. Piyanosunu bizim filmlərlə müqayisə eləməyin. Mən əgər fikrimi deyim, sizin narazılığınız olarsa, əgər səviyyəli çəkəriksə, səviyyəli şəkildə təqdim edəriksə, inanın ki, baxılar, özü də necə baxılar, mən heç onu demirəm. 2, toplum reytinga qurban verilmir. Ataların yaxşı bir sözü var. Deyir, nə tökərsən aşına, o da çıxar qaşığına. Biz topluma əgər ciddi sənəti göstərsək, onunla böyüyən nəsillər artacaq. Daha intellektual, gələcəyimiz etibarlı olacaq. Mən bunu niyə deyirəm Mətanət xanım? Bugün biz dünyada bir reallığı qəbul eləməliyik. Məncə siz də bu verilişi buna görə gətiribsiniz. Bugün dünyada heç bir şeyin gücü sinema qədər, teleseriallar qədər təsirli deyil. Yəni, cəmiyyətə siz nəyi vermək istəyirsinizsə, bugün dünyanın bu ən təsirli dilindən istifadə etməlisiniz. Hətta Lenin deyildi, kino ən qiymətli. Məsələn, mən parlamentdə bu məsələni dəfələrlə qaldırmışam. Mən niyə bu pianoçu filmini dedim, Schindlerin siyasi filmini də əlavə edərik. Baxın, dünyada Yahudilər bütün dünyanı Yahudi soyqırımını qəbul etdirmək üçün bu filmin gücündən, kim desə ki, filmin gücündən. Öz kinolumuza diqqət edək, Gəncə xanım. İndi biz yerdən danışırıq, yerli filmlərdən. Biz çox təəssüf ki, xarici ölkələrə çıxarılacaq yüksək səviyyədə bir belə filmi hələ çəkib çıxara bilməmişik ki, o bizim Qarabağ ağrımızı özündə əks etmesi yoxdur. Yəni, dünya kinosunu nə çıxarda bilirik? Çox təəssüf ki, bu dediklərimizin heç birinin sükanı bizim əlimizdə deyil. Nəyə demək istəyirəm? Yəni, bu reyting dediyimi, sükan bizim əlimizdə olsa, mən sizin bütün o gətirdiyiniz misallarla hamısıyla razı olardım. Amma mənim başıma gələn bir şey, bir serial yarımçıq qaldı, onu reytinga görə çıxartdılar. Mən də orada çəkilirdim. Və indi deməyəcəm kim dedi, nə təhər dedi, amma bir şey təklif olunmuşdu orada ki, hansısa obrazın qızını pozduğunu eləyin, bəlkə reyting qalxar. İndi filmdə, serialda çox gözəl, çox yaxşı gedirdi, amma reyting yoxdur. Niyə? Çünki orada belə şeylər lazımdır. Mən sual verirəm, axı başqa bir serial var, hansı ki, indi də gedir. Ümumiyyətlə, o sənət çərçivəsinə sığınası deyil. Nə reyting? Deyir, onun reytingi var. Görürsünüz, sükan bizdə olsa, sükan... Mən isə deyirəm ki, siz deyirsiniz fond yaradın. Fond yox, adi bədii şura yaradın. Bu söyüşlər indi reklam göstərdilər. Sən nə gözəlsən, orasını demirəm də, o maşın gəldi. Qoyun qadağan eləsin elə söyüşləri, elə sözləri. Biz evdə oturub biz ona baxa da bilmirik. Evdə oturan uşaqlar da baxa bilmir. Bunları qadağan eləmək. Bir dəqiqə, narkotiki qadağan eləyirik. Bəyən bu narkotikdən şey deyil. Daha betərdir. Gəlin bunu da qadağan eləyirik.
Yəni bunu da buraxmayaq. Haqlısınız. Məhəmməd müəllim, az öncə Füzuli müəllimə xitaben dediniz ki, Füzuli müəllim qeyd etdiyi məsələlərlə bağlı filmlər çəkilsə, onlar reyting verməyəcək. Ona görə də TV-lər götürmürlər. Belə mi dediniz? Əlbəttə ki. Amma mən də sizə sual edirəm. Əgər kütləvi formada bu kimi lazımlı, gərəkli filmlər, teleseriallar istehsal olunsa, həmin TV-lər onu alıb göstərməyə məcbur olmayacaqmı? Bilirsiniz necədir? Tamaşaçı ilə gəlin oturaq danışaq. Görək ki, tamaşaçını hara... Məsələn, adın demək olmur, bilirsiniz, hamı tanışdı mı? Niyə demək olmur? Niyə demək olmur? Söhbət bilirsiniz nədir? Bu ictimai müzakirədir, şəxsi müzakirə deyil ki. İndi hamı televizora baxsan, axır vaxtlar komik filmlər daha çox çəkilir. Niyə dram filmləri çəkilmir? Çünki, mən bayaq Amalya xanım dedim, Mırtın reytingi var. Bilirsiniz... Yəni gülüşün reytingi var. Nə bilim, gic-gic sözlərin reytingi var. Komediya sözsüz ki lazımdır xalq. Xalq çünki əylənmək istəyir. Amma o əyləndirici mövzuda... Həm də maarifləndirici xarakter daşımalıdır. O gərək maarifləndirici və tərbiyəvi əhəmiyyət kəsb edən mövzular olmalıdır. Və onu bayağı bu meymunluqla, xeyr, mən burada bir neçə ifaçı gördüm. Onlara aktyor demək olmaz. O özlərini meymun vəziyyətinə salırlar onlar. Müsabiqə keçirilirdi. Birinci yarışmada, aktyorluq yarışmasında. Mən ona dedim ki, bala sənin nə danışıq qabiliyyətin var, nə istedadın var, nə də ki görkəmin. Mən deyir, bu saat Otellonu sizə ifa edərəm və monoloqunu söylədi. Amma nə diyor söylədi? Amma bugün olub kino ekranının komik janrında qəhrəmanın ulduzu. Ulduzu olur. Rərtək dili ilə gülünc vəziyyəti ilə, görkəmi ilə olub oldu. Təşəkkür edirəm. Film dövlətin ideologiyasıdır. Bəli. Bu bütün dünyada belə Belədir. qəbul olunur. Həm də millətin ideologiyasıdır. Bəli. Bu ideoloji bir konsepsiyadır. Buna elə belə baxmaq olmaz. Yəni oradakı göstərdiyimiz o bayağı filmlər seriyasında baxmaq olmaz. O düzgün deyil. O yəni təhqir olunur həmin o sənət. Və təəssüf ki, bizdə Azərbaycanda kino bazarı yoxdur. Sistem özü yoxdur. O bizim xarifəy sənətkarlarımız düz cavab veriblər ki, film var ki, gələk. Onu da burada müzakirə edirik. Yəni, Azərbaycan kinosuna bugün xələl gətirən filmlərə yol vermək olmaz əslində. Yol vermək olmaz. Onun dediyi odur ki, televiziyalar buraxmamalıdır o filmləri. Bəli. Çəkib nümayiş elətdirməsinlər. Amma digər məhsul yoxdur axı ortada, Qəmir xanım. Belə filmlənsə heç olmasa daha yaxşıdır. Proqramımızın ən gənc müsahibi Nigar xanım, mövzu KİV nümayəndəsinin gözü ilə necə görünür? Bugünkü həmyaşlarınız olan aktyorlar, sənətə gələnlər, onlara aktyor, sənətçi deyə bilirsinizmi? Nə bilim, yəni bir çox problemlər var. Mən istəyirəm ki, Mətanət xanım, biz sujetə baxdıq. Orada xalq yazıçısı Çingiz Abdullayev qeyd elədi, senari. Bəli. Tamam, bəlkə bugün senari yazılmaya bilər. Olar ki, bugün gənc yazarlarda senari yoxdur deyək. Axı, keçmişdə bizim yazılan senarilər var. Təbii ki, tapmaq olar. Əgər senari də günah görürlərsə. Amma məncə, ümumiyyətlə, rejissorlar bu haqda heç danışmaq istəmirlər. Bu haqda heç araşdırma aparmaq istəmirlər. Mən Hacı İsmayılovla müsahibə götürəndə çox maraqlı bir faktı qeyd elədi ki, Nigar, mən sadə bir oğlan idim, gənclik illərindən danışırdı ki, o zaman o dövrün rejissorları, aktyorları axtarırdı. Mən deyir, kinostudiyanın kafesində oturmuşdum, çörək yeyirdim. Rasim Ocaqov axtarır, deyir ki, bax bu Hacı İsmayılov həm ziyarət, həm ticarət filminin qəhrəmanımı tapmışam. Yox, o biri filmdir. Ad günü filmi. Hə, üzr istəyirəm, bəlkə filmləri səhv sala bilərəm. Yəni o Rasim Ocaqov rejissorlar mı bugün axtarmır? Rejissor da axtarmır. Yəni bugün bizim zalımızda 3 dənə peşəkar aktyorumuz var. Amma biz bir peşəkar rejissoru bura dəvət eləyə bilmədik. Əslində rejissorlar da qaçır. Televiziya sahəsində iki mənim tanıdığım profesional rejissor var. Biri Şərif Qurbanəliyevdir. Yarımştat tamaşasını, başa bəla çəkdiyini görmüsünüz. O birisi də Nadir Diridağlı. Bunlar ikisi də işsiz oturubdular. Yəni bunlara bir çağırıb deyən ki, gəl. Təbii müəyyən kaprizləri var. Buyurun. Təbii var müəyyən. Mən istəyirəm burada müəyyən detal tutdum ki, burada filmin ərsiyə gəlməsi üçün nə lazımdır? Senari. Bu öz yerində. Amma o dəqiq düzgün cavab vermək lazımdır.
filmin sahibi rejissordur. Bəli. Müəllifi. Filmin müəllifi Rejissor rejissordur. səsi, Ssenari ssenari. əlbəttə lazımdır. Ssenari bir qığılcımdır da, bir belə verirsən ideya xəttidir, yazırsan. Təbii ki, ssenari tam mükəmməl, yüksək səviyyədə yazılmış ssenari olmalı. Əmir müəllim Gözəl oxuyub ideya gələn olmalı. gənclərimiz də var. Gənclərimiz Xaricdə, bunu Amerikada bilsin, oxuyub gələnlər də yəni var. kino sənətinə aid olan söhbət gedirsə, onlar yayınmasınlar ki, ancaq ssenaridən asılıdır. Xeyr. İkincisi ssenaristdən sonra rejissor özü ssenari yazır. Rejissor ssenarisi var. Bəli. Yəni filmdə əsas rol oynayır rejissor. O yanlışdır ki, ancaq ssenari. Yani bugün, Bu bugünkü kino müesseslerimiz için- arasında kino için bir adını iplik gururla var. çekeceğimiz rejisör mü yoktu? Ama hiçbir rejisör Onu mu yok. demek Evet, istiyorsun Emir rejisör Müəllim? da var. Bugün Niyə gəlib yoxdur? suallara Var, cavab niyə yoxdur? vermədi. Gözəl rejissorlarımız var bizim. Mən demirəm ki, yoxdur, İşsiz var. günlər indi... Onda problem İstedad- nedir? Rejisör var, Götürə mütəxəssis bilmirlər, var, filmi peşəkar ala var. bilmirlər, var, kimə ssenari müraciət var. etməlidirlər, bilmirlər. Söhbət bundan. Bilirlər Füzuli, Ya da bilirlər, bilirlər, onlar istəmirlər, vermirlər. Ay sən. istedaddan qorxurlar. Yox, Çünki təkcə o deyil. Ümumiyyətlə rejissorun gedib qapıları döyüb mənə pul verin deməyi o da doğru və ya deyil. ssenaristin gedib qapıları Rejissor döyüb də döyməz. mənə pul verin deməyi ya bu doğru məsələ ümumiyyətlə dünyada da qəbul olunur. Bizdə sanki belə bir mexanizm var. Mən əgər səhv düşünürəmsə siz deyin. Çox azca pul qoyaq. Aktyora 100 manat verək, bəlkə ki onu Özümüzə da cip verməyək. alaq, bağ alaq, Bəli, alsın. 200 manat verək, oyuncuya, məsələn, peşəkarlara pul verməyək, kənardan gətirək, oynadaq. Yola verək, Azca bir büdcə ilə daha çox indidən, elə bir ticarət kimi baxmaq. Yəni Biznes marağı daha çox hiss olunur. Burada biznes olar. Amma sənət marağı biznes marağının arxasındadır, çox arxasındadır. Əslində ikisi də ən azı yanaşı Yanaşı getməlidir. olmalıdır, bəli. Bizdə Eyni düşüb- çəkiyə malik Ya, olmalıdır. O pulları onlar almalıdırlar, o prodüserlər. O yaxşı ssenaristi, rejissoru cəlb Bəli, eləməlidir. onları Ona dəvət görə mən eləməlidir, deyirəm ki, mən ona görə indi deyirəm ki, dövlət bir yerdə burada əlini qoymalıdır. Qənirə xanım, həqiqətən də bugün dövlət həm nəzarət etməlidir, həm də dövlətin maliyyəsi olmadan Bəli. bugün bizim sənətimiz hələ ki yaşaya Bir də, bilməz. Çünki siz deyən kimi o pulları kənar qurumlar tamam lazımsız bir səmtə yönəldirlər ki, oradan da qazanc əldə eləsinlər. Üzr istəyirəm, ayrıldı 1-2 il, 3 il səhv eləmirəmsə 6 milyon pul ayrıldı. Bəli. Yəni mən dəfələrlə demişəm, bu 6 milyona heç olmasa, mən demirəm 50 dənə çəkiləydi, bir 3 dənə, 4 dənə normal Yaxşı film serial çəkmək ortaya qoymaq olardı, olardı. bəli. Ama Hara, yoktu. hara getdi? Nə oldu? Bunu soruşan var mı? Hara getdi bunlar? Daha Sual yaxşı cevapsızdı. çəkmək olardı. Sual cevapsızdı. Burada gençlerin sözü var diyesen buyurun. Az öncə yəni süjetdən də gördük ki, orada iştirak edənlərin, çıxış edənlərin çoxu gənc nəsildir, yəni bəziləri. Bəli. Halbuki Amaliya xanım da onların bəzilərini aktyor hesab etmədi. Az öncə də Qənirə xanım qeyd etdi ki, milli qəhrəmanlıq nümunələrini əks etdirən filmlər çəkilməlidir. Məsələn, Bəli. milli qəhrəmanlarımızın həyatı barədə. Və ümumiyyətlə sual olunur ki, bu filmlər çəkilsə, görəsən bu rolları, qəhrəmanlarımızın həyatını apara biləcək rolları ifa edən aktyorlarımız varmı? Gənc aktyorlarımız varmı? Mən hesab eləmirəm Azərbaycan sənətində istedadsızlardır. Çox gözəl İstedadlı aktyorlar var. gənclər var. İstedadlılar, Onları tapmaq lazımdır. Həqiqətən bugün çox istedadlı gənclərimiz var. Amma rejissorların əksəriyyəti hazır xam mal axtarırlar ki, görkəmcə yarasın. Amma istedadı dalınca, yəni onunla Görkəmcə çalışmasın, və pul əziyyət istəməsin. çəkməsin, bir də pul istəməsin. Biz baxırıq günahlara, görürük. Əslində aktyorlarımızda çox günah yoxdur. Biz gənclərin özümüzdə də günah çoxdur. Bir film yaranır və bir nəfər gedir kino, teatro ona baxır, gəlir səhərsi günü danışır ki, bu kinoya getdim, çox maraqlıydı, çox güldüm və biz gənclər də gedirik bunun dalıyca. 4-5 gün öncə Facebook sosial səhifəmi açanda bir-iki foto paylaşmışdılar. O gəldi gözümə. Sizi yaşında gənclər idim. Özünü aktyor sayan, şəxsən mən o adamın nə ifa etdiyini, nə oynadığını hələ də anlaya bilmirəm. Bəlkə mənim zövqüm zəifdir, bilmirəm. Amma onun hərəkətləri, jargonlarının ancaq bu cəmiyyətə zərər verdiyini düşünürəm. Onun ətrafına gənclər bir topalanmışdı. Kimsə onu avtoqraf imzaladır, kimsə nəyə? Mən düşünürəm ki, onlara deyil, Amaliya xanıma, Füzuli müəllimə, Məhəmməd müəllimin ətrafında gördüyünüz zaman o qədər toplaşıb. Siz belə toplaşın ki, onlar elə bilir ki, onlar çox böyük dahidirlər
Təşəkkür edirəm edirlər bu Qədir xanım, yollarla. təşəkkür Yəni edirəm sizə də. ictimaiyyət də bir çox Təşəkkür şeyləri edirəm. həll edir. Proqramımıza Bilin. ayrılan vaxt məhdudlaşır. Mən son olaraq Füzuli müəllim sizdən, Məhəmməd müəllim, Amalə xanım, üçünüzdən, sənət adamlarından soruşmaq istəyirəm. Qızıl Fondun tarixində yaşayan filmləri baxa-baxa böyüdük. Mən özüm də həmin nəsil nümayəndəsiyəm. Və bugün rejissorun üzərində qalır deyirsiniz məsuliyyət. Mən isə hesab edirəm ki, dövlətdən vəsait ayrılmasına və ya hansısa bir şəxsin özünün biznes marağı üçün vəsait ayırmasına baxmayaraq, çəkilən bu filmlərin hamısında bizim hamımızın üzərinə böyük məsuliyyət düşür. Ən böyük məsuliyyət bugün xalq artistinin, əməkdar artistin və yaxud da ki, digər aktyorların üzərinə düşür. Yəni, siz əgər bugün yaxanızı inciyib kənara çəkirsinizsə, o zaman başqa kimlər bu ictimai qınağı formalaşdıracaq? Bu baxımdan, bax bu düşdüyümüz durumun aradan qalxması üçün sizin təkliflərinizi burada eşitmək istədim, amma qısa-qısa. Mənim yadıma bir şey düşdü. Bu yaxınlarda Füzulini o göstərilən gülməli filmlər. Yox, deyin sonra gülək də. Yəni oturmuşduq, bir də gördük zəng oldu. Deyilməli şey deyil. Deyilməli şey deyil. Adını çəkməyəcəm, sadəcə bildiyinizdə orada nələr baş verdi bu reklamda. Onların birinə zəng oldu, biz bilmədik kimdir. Bu da telefonda deyir ki, kimdir? Hara çağırırsınız məni? Ay bacım, mən kim, ora kim? Siz bilirsiniz mən kiməm, mən hansı aktyoram? Yox, siz orada... Yox, mən elə demərəm, mən kiməm demərəm. Yox, dedi ki, Gürcüstan ləhcəsi ilə nəsə deməlisiniz. Siz bilirsiniz bizim reytingimiz nə deməkdir? Biz kimlərik? Yəni, Füzuli əməkdar artist, özdə Azərbaycan Milli Dramatik Teatrın aktyordur. O elələri buna belə zəng edib, belə təklif eləyəndə siz indi bizi xahiş eləyirəm, qınamayın. Çünki rol onların əlindədir. Bizim əlimizdə deyil. Almalıdır onların əlində. Amma ictimai qınaq Kim alacaq, mən bilmirəm Qədirə xanım. Biz Biz mübarizədən artıq yorulmuşuq. Hamımız birlikdə Vallahi alacağıq. yorulmuşuq. Ya da gələcəyimizi verəcəyik Biz onların əlinə. gözlürük ki, kimsə gəlsin desin. Məhəmməd müəllim, sizin kimi istedadlar mübarizədən yorularkən meydanın məhz bellərinə təqdim edirsiniz. İstedadlar heç vaxt mübarizə aparmır. İstedadsızlar aparır. Vətəndaş xanım, meydanlara çıxaq, plakat yazaq, neyniyək deyin, çağırın efirə buradan Mən sizdən deyək. eşitmək istəyirəm çıxış yolunu. Çağırın deyin, buradan deyək. Mən dedim təkliflərimi, sözlərimi dedim. Yəni sizin deyəndə televiziya işçilərindən gedir. Kanallar gecə gündüz reklam eləyirlər. Hər hansı bir tamaşanı, zəif tamaşanı bir qrup yığılır, qaldırırlar yuxarı. Ya yaxşı tamaşanı heç kim deyir ki, filan kəs belə adamda ona çıxdaş eləyək, heç çağırmayaq. Əsl sənətkara ayrılan zamandan 100 dəfə artıq o sənətlə əlaqəsi olmayanlar işğal edir ekranları. Bugün mən elə fikirləşirəm ki, ən böyük problem tamaşaçı zövqü problemidir. O da uşaqlıqdan formalaşmalıdır. 90-cı illərin əvvəllərində bizim keçmiş Təhsil Nazirliyində xanım əyləşmişdi. O məktəblərin teatrla və kinolarla əlaqəsini tamam yasaq etmişdi. Qadağan eləmiş, buyurun. Qadağan etdi ki, məktəblərdə nə teatr təbliğ olunsun, nə kino. Çünki mənim məktəb devrimdə bizi birinci sinifdən kukla teatrına aparırdılar, sonra aparırdılar gənc tamaşaçılar teatrına. Oradan gəlirdi teatr, dram teatr, Rus dram teatrı, operetta, opera. Bəli. Onunla da bizim zövqümüz formalaşırdı və sinif gəlirdi, sonra imla yazırdı o mövzuya. İnşa yazırdı o mövzuya. Heç olmasa aktyorlarla disputlar keçirilirdi, görüşlər keçirilirdi. Sənətkarlarla, özlərinə dahi deyənlərlə, yox. Həyata baxışı da formalaşırdı. Yəni, baxış da dəyişirdi. Bax, bugün biz gərək qaytaraq məktəblə, teatrın, kinonun əlaqəsini. Aydındır, Amalə xanım, çox təşəkkür edirəm. Çox minnətlərim hamınıza gəldiniz və fikirlərinizi buradan efirimizdən tamaşaçılarımıza çatdırdınız. Minnətdarıq sizə. Və bütün qayğılara, problemlərə rəğmən mən nikbinliyi dəstəkləyirəm. Optimizmi hesab edirəm ki, itirmək olmaz. Niyə? Çünki nikbinliyimizi itirəriksə, uğurlu nəticəyə də nail ola bilmərik. Və Amalə xanım Pənahova qeyd etdiyi kimi, bugün gələcəyimiz üçün, gəncliyimiz üçün məsuliyyəti hər birimiz daşıyırıq. Yetər ki, daşıdığımız məsuliyyəti unutmayaq. Unutmayaq ki, gələcəyimizə sahib çıxa bilək.